Vocabulaire progressif du français niveau intermédiaire. Copyright Clé internationale 2017. Unité 18. L'enseignement, tedris. La scolarité. Təhsil alma diyeydim. Scolarité. Təhsil alma. L'école, məktəb. L'école maternelle, Türklər deyirlər anaokul. Biz deyirik bağça, məktəbə qədər təhsil təzə anlayışlar çıxır. Bu sistemdən asılı olan sözlərdir bunlar. Fransız sistemi necədir? Yəni 3 yaşdan ekol maternelle gedirlər. Qısaca ona maternelle deyirlər. Non obligatoire bu kitab çıxanda 2017-ci ildə obligatoire deyildi. Mən bunu yazıram 2026-cı ildə. Artıq obligatuardır məncə bir neçə ildir ki. Accueil, qəbul edir, welcome eləyir. Accueillir o deməkdir. Les enfants, uşaqları à l'âge de 3 ans, 3 yaşında, neçə yaşında demək üçün à l'âge de deyirik. À l'âge de 3 ans, 3 yaşında et pendant 3 ans. Və 3 il ərzində 3 yaşdan 6 yaşa qədər 3 il ərzində ekol maternelle gedir uşaqlar. À partir de etibarən deməkdir. L'âge de 6 ans, 6 yaşından etibarən les enfants, uşaqlar vont gedirlər à l'école primaire, primary school, yəni ki, ibtidai sinif məktəbə gedirlər. Obligatoire, bəli, obligatuardır. Yəni icbaridir, məcburidir. Ou haradakı il passe 5 ans. Onlar keçirirlər 5 il. Bizdə 4 ildir, onlarda 5 il. À l'école primaire, ibtidai məktəbdə, ou maternelle ya da məktəbə qədər təhsildə les élèves, şagirdlər, o şagird deyirlər orada, les élèves. Çünki kolejdən başlayaraq özünün adı olacaq. Sont des écoliers, onlara deyirlər écolier. D'accord? Élève daha ümumi addır. Écolier, məktəbli. D'accord? Ils ont un instituteur, onların olur bir institutörü, yəni müəllimi, ibtidai sinif müəlliminə institutör deyilir ya da bağça müəlliminə. Ou une institutrice. Törlə bitənlər bilirsiniz ki, tris olur. Il, onlar, yəni uşaqlar, l'appel, onu çağırırlar, adlandırırlar. Le maître ya da la maîtresse. Ustad kimi də belə bir şey. Azbəndə nə belə. Le maître ya da maîtresse adlandırırlar. Voilà. Souvent, çox vaxt, aujourd'hui, bugün, il l'appelle par son prénom. Bugün deyir adınla. Metr köynək onlara falan baxsaq orada. Amma bugün adını deyirlər. Ümumiyyətlə adını demək çox yayılıb. Fransada get-gedə daha çox. L'enseignement secondaire, yəni ki secondary school, secondary education. Sekonder deyirlər buna qısaca. Yəni bu primer idi, yəni ibtidai, birinci dərəcəli, yəni primer, ekol primer. Bu ikincidir. Yəni primerdən sonra gəlir ikinci. Universitet olur üçüncü. İngiliscə belə. Dans le secondaire, ikinci təhsil pilləsində belə deyək, les élèves, şagirdlər, şagirdlərin olur plusieurs professeurs. Burada da deyilir professeur. Qısaca prof deyirlər, amma insana prof deyə müraciət etmək olmaz. Bunu eləməyin. Dəqiq kiməsə prof demək. Əgər belə zarafat yana deyilsə, zarafatınız olan insan deyilsə. Professeur. Müəllim. Spesializé, ixtisaslaşmış, chacun, hər biri, dans une matière, bir fəndə, matière nədir məsələn, le mat, riyaziyyat sözü cəmdədir, le français, etc. Les instituteurs et les professeurs sont des enseignants. Enseigner feilindən yaranıb, enseigner edən, yəni ki teacher, yəni ki tədris edən. Les enfants, uşaqlar, entre, daxil olurlar o collège, kolejə, obligatuardır bu da. À l'âge de 11 ans, 11 yaşından, 5 il əvvəl ki 6 yaşdan 11 yaşa qədər 5 il gəlirlər ekol primaire, ibtidai sinifə. Sonra kolejə. Orada ona deyirlər kolejyen. Ils y devient, onlar orada olurlar, de kolejyen, çevrilib olurlar, kolejyen. Qadın dilində kolejyen. Le collège comprend que collège başqa dillərdə başqa məna verir. Məsələn, Amerikada
Collegium universitet deyirlər, nə bilim. İngiltərədə college'lər olur universitetin tərkibində, administrativ qurumlar falan. Fransızca amma kollec bildiniz nədir? Yəni 6-cı sinifdən 9-cu sinifə qədər 9-a daxil olmaqla gedilən məktəbə deyilir kollec. Comprend ibarət olur. Comprendre həm ibarət olmaqdan, həm başa düşmək. 4 class 4 sinifdən. La 6-ème 6-cı sinif 6-dan aşağı düşür elə bil. La 5-ème 5-ci sinif. La 4-ème 4-cü sinif və la 3-ème 3-cü sinif. D'accord. Ensuite, sonra c'est le lycée. Sonra bu liseydir. Yəni lisey gəlir o mənada. Les lycéens, qadın cinsində olur lycéennes, y passent, orada keçirirlər leurs années, onların illərini, hansı illərini? De seconde, ikinci sinif, 3-də deməli qutarmışdı kolej. Seconde, ikinci sinifi, première, birinci sinifi və terminal. Axırıncı sinifi. 3 ildə liseydə keçirirlər. Deməli 5, 4, 3 sistemi ilə. Futbol şeysinə oxşar. 5, 4, 3 sistemi ilə təhsil alırlar Fransada. D'accord? Cəmi eləyir 12 il, düzdür? 12 il. Ils y préparent l'examen du baccalauréat. Onlar orada hazırlaşırlar. Əslində hazırlaşmaq deyil, hazırlamaqdır. Nəsə. Get-gedə bu feillər əslində görürsən ki, sözsüz işlədirlər. Hoşuma gəlmir. L'examen du baccalauréat. Baccalauréat imtahanı bu buraxılış imtahanı. Liseyi bitəndə 12-ci sinif bitəndə bizim də verdiyimiz buraxılış imtahanı. Qısaca buna deyirlər bac imtahanı, baccalauréat. Biz bakalavr universiteti demişik. Bunlar belə deyirlər. Ce diplôme, bu diplôme est nécessaire, vacibdir pour faire des études supérieures. Ali təhsil almaq üçün vacibdir. Yəni bu imtahanı verməlisən ki, ali təhsil alasan və universitet qəbul olunanda bu imtahanda aldığın qiymətlər rol oynayır. Yəni Fransada da əslində faktik olaraq universitetə getmək üçün imtahan veririk. Buraxılış universitet qəbul imtahanı deyil. Amma buraxılış imtahanı veririk. Faire des études təhsil almaqdır. Etüd sözü cəmdə təhsil mənası verir. Təkdə araşdırma mənası verir. Study. Faire des études təhsil almaq. Études supérieures, ali təhsil. Les lycéens, lisey şagirdləri, liselilər türkçədir. Profesyonel, lise profesyonel var. Yox, lisedir bu. Lisey tələbəsi deyil. Peşə liseyləri, peşə məktəbləri Azərbaycanda da var. Prepare, hazırlayırlar. O baccalauréat profesyonel. Bu imtahana, yəni bu dərəcəyə o mənada. On a dit bac pro, qısaca ilə bac pro, baccalauréat profesyonel, yəni peşə üzrə ixtisaslaşırsan da. Les lycées d'enseignement général, ümumi tədris liseyləri, teknolojik və texnolojik liseylər prepare, hazırlayır o bac général, ümumi baccalauréat. Literer, məsələn ədəbiyyat, scientifique, elmi, ekonomik, sosial. Yəni onlarda liseydə də artıq ixtisaslaşma başlayır. 10-cu sinifdə 10, 11, 12 hansı ixtisasdan oxuyursan. O bac teknolojik və ya da texnolojik bac tekno deyilir qısaca. Orada daha çox praktik öyrənirsən. L'enseignant, universitetə getmək üçün məncə bac general lazımdır. Bu hər ildən ilə dəyişir, bu reformlar olur falan. Gündə bir şey çıxır. Bu mətn yazılanda məsələn BTS adlı bir şey yox idi. L'enseignement supérieur, ali təhsil, bunu qısaca deyirlər, supérieur. Les étudiants, tələbələr, artıq étudiant olur. Qui ont leur bac, hansıların ki var öz bakalavr diplomları, yəni attestatları. Qui ont été reçus au bac, hansılar ki deyir bakalavrda reçu olublar. Bir var reçu olasan, bir də var ki kəsiləsən. Qui ont réussi, yəni uğurlu olublar, achieve ediblər leur bac, öz attestatlarını, attestat imtahanlarını, attestat dərəcələrini, lisey dərəcəsi bac belə deyim. S'inscrivent, qeydiyyatdan keçirlər à l'université. Qısaca buna à la fac deyilir. Universitet əvəzinə fakültə sözünün qısaltması olan fac sözünü işlədirlər. Kinolarda da fikir versəz, belə deyirlər. Universitetə gedirəm əvəzinə, universitet oxuyuram əvəzinə, nə bilim, belə deyirlər. Universitetə tanış olmuşuq falan, belə, yəni fac sözünü işlədirlər qısaca. S'inscrire, qeydiyyatdan keçmək, universitetə qeydiyyatdan keçirlər. Ou, haradakı, ils vont faire, onlar eləyəcəklər leurs études.
təhsil alacaqlar. Faire les études, faire ses études. Burada da var idi. Təhsil almaq. Ceux, o şəxslər ki, kimlər ki, ont raté leur bac. Raté kəsilməkdir. Hansı avtobusa çatmamaq, miss eləmək mənasında var, amma hansı imtahanından kəsilməyi də raté deyirlər. Hansılar ki, bakalavr dərəcəsindən kəsilirlər, yəni lisey dərəcəsini ala bilmirlər. Ki ont échoué, échoué həm də kəsilmək deməkdir. O bac, bakalavrda kəsilirlər, échoué, yəni fail edirlər. Qui ont été recalés, bu da yeni sözdür. Burada recalé pasifdədir. Recalé ilə kimsə rədd eləmək, kəsmək falan deməkdir. Amma burada pasifdədir də. Doivent nə eləməlidirlər? Redoubler eləməlidir. Yəni ikinci dəfə oxumaq deyil. Bir ili iki dəfə oxumağa deyirlər. Redoubler eləmək. Leur terminal. Axırıncı ili. Bakalavr. Yəni ki, bakalorya imtahanına girdim, buraxılış imtahanına. Əgər kəsildinsə, indi orada kəsilməyin qaydası var, nədən gedir söhbət falan. Yəni kəsilmiş sayılırsansa, axırıncı ili, 12-ci sinifi, yəni redoubler eləməlisən. Təzədən oxumalısan. Après le bac, Bac'dan sonra, yəni attestat dərəcəsindən, lisey dərəcəsindən sonra, si on veut faire une grande école, əgər grande école-ə getmək istəyirsinizsə, Fransada grande école deyilən ali təhsil müəssisələri var. Onlar universitetlərdən daha prestijli sayılır və onlara girmək çətindir. Giriş imtahanı olur çox vaxt. Və ora ən istedadlı uşaqlar gedirlər. Çünki ora getmək üçün biraz daha çox çalışmaq lazım. İndi yazılıb yəqin ki, necə? Bəli. Bura məsələn ekol ixtisaslaşmış məktəblər olur. Məsələn ekol d'ingénieur, məsələn mühəndislik məktəbi, de commerce, business school'lar, ekol normal supérieur var. Bu ENS məşhur Fransada. On peut préparer le concours. Konkura hazırlaşmaq lazımdır. Müsabiqə olur çünki. Konkur d'entrée, giriş müsabiqəsi olur. Aux grandes écoles, o məktəblərə də grand écoles. Et faire 2 ou 3 ans de classe préparatoire. Nə demək lazımdır? Gəlsən, hansısa liseyin tərkibində olur deyəsən, yoxsa universitetin tərkibində olur, onu dəqiq bilmirəm. Classe préparatoire olur, qısaca prepa deyirlər. Classe prepa yazıb burada. Ora gəlsən 2 il çox vaxt, 2 il eşitmişəm mən, 3 il heç gedən eşitməmişəm. 2 il orada səhərdən axşama nəfəsin kəsilənə qədər hazırlaşsan, ağır dərslər olur orada. Elə bir universitetin birinci, ikinci ili kimi bir şeydir. Birinci, ikinci ili. Amma ağır da, yəni o prepa sayılır o. Yəni o dərəcə almırsan oradan. Son selektif. Classe prepa deyil, selektivdir, yəni çox seçicidir. L'étudiant, tələbə qui doit avoir eu de très bons résultats. Kim ki deyir, almış olmalıdır ağır, yaxşı nəticələr, en terminal, yəni axırıncı ildə, et au bac və bakaloryada, et accepté sur dossier. Dossier əsasında qəbul olunur. Yəni bakalorya imtahanında yaxşı ballar almalısan ki, prepaya qəbul edəsən. Çünki prepa çox ağırdır həqiqətən. Ya orada ki bu dözəcək də, bu prepa dərslərində dözəcək və ondan sonra orada dözəndən sonra da artıq grand école-ə qəbul olunur. Sən bilmirəm qəbul faizi nə qədərdir orada prepanı bitirənlər. Çünki prepada da yəni ki istəməyib çıxanlar olur ya da nə bilim dözməyib çıxanlar olur. Amma bilmirəm ki, məsələn, prepanı bitirib, 2 illik prepanı bitirib neçə faiz istədiyi ekol, grand ekole gedə bilir. Voilà. Le calendrier scolaire. Tədris kalendarı, yəni ki, tədris təqvimi də, yəni məktəb təqvimi. La rentrée, buna rentrée qayıdış deməkdir. Back to school. Rentrée scolaire, rentrée de classe, rentrée scolaire deyirlər çox vaxt. A lieu, takes place, yəni baş verir. Début septembre, sentyabrın əvvəli. Azərbaycanda kimi. La fin de l'année scolaire, tədris ilinin axırı, marque, yəni marque edir, qeyd edir, yəni onu bildirir. Le début des grandes vacances, böyük tətil, o yay tətilinə grand vacances deyil. Vacances d'été, vacances sözü cəmləri gördünüz mü? Juillet, août. İyul, avqust. Les universités, elles, onlar, bu pronom tonikdir, ont chacune, hər birinin var, leur calendrier. Yəni universitetlər öz kalendarlarını təyin etməkdə sərbəstdirlər. Hər ilin öz kalendarı olur. Amma onsa bir-birinə yaxın olur da hər ilin kalendarı. Yəni nə dəyişə bilər ki?
Böyük. Sadəcə 1-2 gün o yan bu yana olur söhbət. Məsələn, tədris ili orada həftənin 1-ci günü başlayır. Bizdə 15 sentyabr başlayır, həftənin 4-cü günə düşsə, 15 sentyabr dərslər başlayır. 4-cü gündən elə bir tədris başlamaq biraz qəribədir çünki 4-cü gün həftəlik tədris həftəlikdə axı. Tədris həftəlik olan şeydir. Həftəlik cədvəl olur. Ortadan başlamaz amma həftənin 1-ci günü başlamaq məncə daha düzgündür. Bizdə konkret tarixdə 15 sentyabrda başlayır, bu biraz qəribə. Remarque, ne confondez pas, qarışdırmayın, la fin de l'année scolaire, tədris ilinin sonu, et la sortie de l'école. Bu niyə qarışdıraq ki? Belə şeylər verirlər. Qarışdırmayacaqsınız, hadi qarışdırsan. Hə, la sortie de l'école, yəni məktəbdən çıxmaq da axşam yəni günorta, axşam nə vaxt qutarırsa dərsin. Chaque jour, au moment où les élèves sortent de l'école. Bunu heç kim qarışdırmayacaqdı, sən deməsəydin onsuz da. Dans le cartable. Cartable məktəbli çantasına deyirlər. Dans le cartable. Cartable'da nələr olur? Bunu biraz aşağı şəklə bax. Le livre, kitab. Cartable hə, bu birincidir. Le livre, kitab 2 bu. Le cahier, dəftər. Burada. La trousse. Trousse bu balaca çantalar var, içinə qələm zad qoyulan. Ona deyirlər, lap balaca, trousse 4. Bu, bəli, buna trousse deyirlər. Bu mesela trousse de tualet anlayışı da var. Yəni təmizlik ləvazimatlarını qoyduğun diş fırçasını falan harasa gedəndə ona trousse deyirlər. Bu da trousse. Eyni formada, da eyni çanta növüdür. Le classeur, klasə eləyən, yəni sinifləndirən, təsnif edən feilin deməkdir. Klasə feilindən yaranıb. Klasör qısası qovluq. 5. Les feuilles perforées. Bu elə bil, bu 6-dır. Bizdə çox yoxdur, biz dəftərə yazırıq. Bu amma Fransada çox adam biz necə yazır? Çox adam vərəqləri alırsan, dəftər almırsan, belə vərəqləri alırsan, deşikli, perforé deşikli deməkdir. Deşikli dəftərlər, vərəqləri alırsan, vərəqlər satılır. Məsələn, 100 dənə vərəq neçəsə avro. Ona yazırsan və yazdın, onu qoyursan klasörün içinə. Belə klasə eləyirsən ki, bu fənnindir, bu fənnindir. Mən özüm də elə eləyirdim. Çünki bir müddət sonra gördüm ki, o daha rahatdır. Bir dəftər tutmaqdansa hansısa fənn üçün, hər dərsi bir kağıza yazmaq, bir dənə belə kağıza yazmaq, A5 ola bilər, A4 ölçüsü ola bilər. Bu daha geniş yayılmış praktikadır. Hə, vərəqə yazmaq. Bu cür vərəqlərə deyirlər feuille vərəq deməkdir. Perforé o deşikli vərəq. Que hansını ki l'homme qoyuruq dans le classeur. Klasöra qoyurlar. Yəni yazıb qutandan sonra klasöra qoyurlar. Sonra dərs təkrarlamaq istəyəndə oradan tapırlar ki, məsələn bu dərsin kağızı budur. Çünki bir dərs ərzində sən elə uzağa dərs çox intensiv keçər, 2 dənə səhifə işlədərsən, 2 dənə vərəq işlədərsən, amma bir dərs adətən bir vərəqə sığır. Hətta heç bəzən sığmır. Sığmır yox, yəni çox qısa qalır dərs qeydləri. Voilà. La chemise, biraz nostaljik oldum. La chemise. Chemise sözünün siz o birisi mənasını əlbəttə bilirsiniz. Yəni köynək mənasını. Bu da elə köynək kimi şeydir, 7 hani üzlük də üzlük qısası. Şeyin üzdüyü, klasörün falan. Le dossier, yəni sənədlərin cəmi də belə içinə sənəd çoxlu sənəd kağız qoyursan bu olur dossier. Haydi məsələn. Le bloc-note, bunu biz də işlədik, bloc-note, 9 bloc-note. Agrafeuse, buna azıcıq deyirik. Stapler. Hə, bu stapler. Les trombones 11. Bu sancaqlar. Bunlara deyirlər trombon. Les ciseaux, qayçı sözü görürsünüz, bunlarda da cəmlədir, ingilis dilində scissors. Ciseaux, qayçı, 12, gəlin baxaq şəklində. Voilà, ciseaux. La calculette, kalkulyator deməkdir, qadın cinsindədir. Kalkulet 13 bu. Kalkulatrice də deyirlər, kalkulatrice. Yine qadın cinsində. Le crayon de couleur, rəngli karandaşlar, crayon karandaş deməkdir. 14 burada. Voilà. Dans la trousse, troussun içində nə olur? Un crayon 15,
bir karandaş. Une gomme posant. 16. Bu. Un taille crayon. Qələm biçən biz buna deyirik uşaq vaxtı. Taille crayon. Qələm qətləyən niyəsə deyirdilər bəzi uşaqlar. O bəzi rayonlarda elə deyirlər yəni ki. Neyse tapmadım. Ha bu da 17. Une règle. Règle ruler. İngilizcə ruler fikir verirsiniz. Ruler rule həm də règledir də qayda. Règle həm qaydadır həm də xəttkeş. Xəttkeş sözü hamısına yaxşıdır. Un stylo bilye. Stylo bilye bir şeydir. Diyecəkli qələmdə, adi qələmdə biz işlətdiyimiz. Feutre. Feutre Türk dilinə də keçmiş şeydir. Feutre o materiala deyirlər. Azərbaycanca nə deyir o materiala? Fötrdən məsələn şey ola bilər, insanın nə ola bilər? Hansısa papaq məsələn. Hə. Fötr o materiala deyirlər. Qələmin ucunda əgər o materialdan varsa, bax bu 20 qələmlər olur, ucunda belə, ucu belə parça kimi bir şey olur. Azərbaycanca ona nə deyir? Azərbaycanca ona bilmirəm nə deyirik. O cür qələmlərə fötr deyirlər. D'accord. Əslində olmalıdır stilo à feutre falan belə bir şey. Amma qısaca feutre deyirlər. Keçə. Azərbaycanca ona deyirik. Keçə o materiala. Voilà. Un stylo plume. Plume əslində şey deməkdir. Lələk. Keçmişdə lələklə yazmaq teması da. Bu stilo plume 21 gəlin baxaq onun şəklinə. Bu cür. Sanki ucunda lələk varmış kimi bir qələmdir. Bunlar belə bahalı qələmlər orada nisbətən. Hə, bax ucluğunu görürsünüz bunu. Stilo plume. Biraz belə şey yazır. Çox mürəkkəb tökür falan. Une cartouche d'encre. Cartouche biz kartridge deyirik. D'encre. Encre mürəkkəb deməkdir. Cartouche da onun şeysi. Qabı da belə deyək. Onun şəklini də burada tapsam 22. Bu necə cartouchedur? Hə, yana yıxılıb yoxsa nə? Elə dağılacaq kimi ona görə yana yıxılmağa biraz qəribə gəldi mən. Bütün sözləri oxuduq. Ümid edirəm keçək. Les lieux, yerlər. Yəni universitetin içərisində yerlər. Un collège bir collège yəni sinif. Nəysə də. Un lycée bildiniz nədir? Lycée comprend ibarət olur. Des salles de cours dərs zallarından ibarət olur. Avec le bureau du professeur. Hə. Müəllimin otağı. Le tableau. Yox, müəllimin otağı deyil bu. Salın içərisində nələr olur onu deyir. Bu həm əlbəttə müəllim otağı, büro həm də otaq deməkdir, amma kafedra mənası da var büronun. Buradakı şeydir, müəllimin iş masası, müəllimin masası. Müəllim masası. Tableau au mur, divarda tablo. Le table des élèves, uşaqların stollar. La cour, cour həyət deməkdir. Məktəbin arxasında olur. Où haradakı les élèves, şagirdlər peuvent parler entre les cours. Dərslər arasında danışa bilərlər. Yəni tənəffüslərdə, dərslər arasında. La bibliothèque, kitabxana. Où se trouve, haradakı yerləşir les livres, kitablar. La salle informatique, IT otağı. Où haradakı sont installés les ordinateurs. Ordinateur sonraya keçib görürsünüz. Şeylər yerləşdirilib, kompüterlər. Il possède, onlar possède, sahibdirlər. Parfois, il onlar kimidir? Yəni ki, kolejlər və liseylər. Bunu əvəz edib, il burada. Sahib olurlar. Parfois, bəzən, un terrain de sport, idman meydançası. Un gymnase, bir gymnase. Yəni zalda, jimnastika zalı belə deyək. Pour les cours d'éducation physique, fiziki tərbiyə, biz də belə deyirik. Fiziki tərbiyə dərsləri üçün. Les élèves, şagirdlər, qui ne peuvent pas rentrer chez eux, qayıda bilmirlər evlərinə, à midi, günorta vaxtı, mange à la cantine, kantində yeyirlər. Hə, çünki bəzən 2 dənə dərsin səhər olur, bir dənə dərsin günortadan sonra. Onda bəli, kantində yemək. Voilà. Cafétéria, cantine, belə deyirlər. Remarque, attention à la différence entre la cour de récréation. Récréation bizim dilə keçmiş, récréasiya sözü, istirahət deməkdir.
İstirahət üçün olan cours-la deyir. Le cours-u qarışdırın. Dərs sözünü qarışdırmayın. Niyə qarışdıraq? Bunun sonunda bu boyda S hərfi var. Bu maskülendir, bu feminendir. Bunu heç kim qarışdırmayacaq. Və belə şeylər əslində mən xoşuma gəlmir çünki orada görürəm, oxuyuram özüm, yəni belə görürəm, baxıram görüm nə yazılıb, amma çox vaxt o qarışdırmayın deyilən şeylər əslində qarışdırmağa da şərait yaradır. Matière, fən, disiplin, disiplin daha çox sahə falan deyə belə deyir. Sahədə ixtisas, sahə falan. Emploi du temps timetable deməkdir, yəni qrafik. Gəlin qrafikə baxaq burada. Saat 8-də matematik dərsi mötərizədə yazıb. Yəni mötərizədə bunu yazmısan ki? Matematik yerində başa düşəcəksən. 9h, saat 9-da nə var? Science de la vie. Biyoloji deməkdir. Hə, bunu bizə izah etsin. Science de la vie, yəni həyat elmləri, təbiət elmləri belə deyək. Biologiya falan. Ona oxşardır. Ne bilmem orada nə keçirlər. Bizdə də axır vaxtlar təbiətşünaslıq falan belə dərslər deyəsən qayıdıb. Fizikana, kimyanı birləşdirməyə. Hə, 10h-5, ona qalmış 5 dəqiqə. Bu nədir? Pause, hə, rekreasyon, tənəffüs. 10h05, langue vivante. Langue vivante, yəni şeydir bu. Şey dərsi, yəqin ki, dil dərsi. Ama yani speaking zat böyle bir şey. 11h fizik, şimi. Fizika, kimya bir yerde geçirilir bilmem. 12'de kantin. Ha, kantine gideceğini timetable'la yazıp da şagird. Filozofi dersi, bunu da yukarı sınıfta 10 saat 14'te filozofi dersi, felsefe dersi. Bizde üniversitede geçirilir felsefe ama burada liseyde. Türkler de liseyde geçirilir. Mentik, felsefe. 15h histoire, geografi. Tarixlə coğrafiyanın bir yerde keçirilərsə bu yaxşı fikir ola bilər. Sport, idman. Journée d'un élève de terminal scientifique. Ah, okey. Bu terminal, axırıncı sınıf şeydi, şagirdi. Yəni ki, 12-ci sınıfda oxuyan. Burada bir qeyd var idi. Həllik qeydləri oxuyub peşman. En terminal S, terminal scientifique, il n'y a plus de cours de français. Fransız dərsi olmur artıq. Les matières, fənlər, prinsipal, əsas fənlər sont les maths, riyaziyyat olur, fizik olur və biyoloji olur. Almanca ilə biyologi, bizdir biyoloji. Les disciplines universitaires, universitet disiplinləri. Türklər də bu sözü işlədirlər. Yəni universitetlərdə hansı sahələr olur, hansı ixtisaslar olur belə bir şey. À l'université, universitetdə on choisit, seçirik, une discipline dominante. Dominant yəni əsas bir disiplin seçirik. D'accord. Les lettres, ədəbiyyat, les langues, dillər, l'histoire, tarix, l'histoire de l'art, art tarixi, incəsənət tarixi, la géographie, coğrafya, le droit, hüquq, la sociologie, qısaca sosio deyirlər, sosiologiya, la psikoloji, yəni psiko, qısaca psixologiya, la médecine, tip, les sciences politiques, siyasi elmlər, l'économie, iqtisadiyyat, l'éco, la gestion, management, les maths, riyaziyyat, la fizik, fizika. Voilà, etc. L'organisation des études, təhsilin təşkili. Bu maraqdır. L'année universitaire, buna l'année scolaire deyirlər, l'année université deyirlər, l'année universitaire. Amma scolaire da demək olar, o da scolaire çünki. Universitet ili, yəni tədris ili, comprend ibarətdir 2 semestr, 2 semestrdən. Bu Azərbaycanda belədir, təbii olaraq. On passe des examens, imtahanlar verirsən. Passer des examens ingilis dilində kimi imtahanı keçmək deyil, imtahan verməkdir. À la fin de chaque semestre, hər semestrin sonunda. Buna deyilir kontrol terminal, yəni ki, final yoxlaması, final kontrolü. Mais amma on passe aussi, keçirsən, verirsən həm də de partiel. Partiel imtahanlar verirsən. Partiel yəni partial sözüdür bu. Yəni ki, keçdiyinin bir hissəsindən imtahan olmayanda. Devoir surveiller pendant le cours. Dərs ərzində surveiller yəni ki, müşayiət eləyir də, sən elə bir ki, təqib eləyir. Devoir tapşırıq deməkdir. Yəni təqib edilən tapşırıq. O demək ki, məsələn, o da hər ay kolokvium kimi məsələn şeylər, nə bilim quizlər falan ki, semestr ərzində səni məcbur eləsin ki, oxuyasan. Çünki semestrin axırına saxlayanda kəsilmə dərəcəsi yuxarı ola bilər.
Partiyeller olur, devoir surveyeller. On fait des exposés. Exposé eləyirlər, yəni prezentasiyalar olur. Oğu deyilir buna cəmdə. On rend des dossiers. Dosya təhvil verirlər. Ekri yazılı. Məsələn, müəllim evə tapşırıq verir. Evdə yazıb gətirsən. Pendant le semestre. Semestr ərzində. Buna deyirlər kontrol kontinu. Bunların hamısını bir yerdə deyirlər. Kontrol kontinu. Yəni davam edən nəzarət, yəni davamlı nəzarət. Elə müəllim ola bilər, bir dəfə eləsin, midterm exam kimi. Kısaca buna SS deyirlər, kontrol kontinu. Kontrol terminali deyirlər ST. Baş hərflərini. Hə, elə müəllim ola bilər, bir dəfə eləsin arada, məsələn, noyabr ayında. Elə müəllim var, məsələn, hər həftə quiz eləyir, elə müəllim, yəni müəllimin seçimindən asılı tamamilə. Elə müəllim var deyir ki, mən prezentasiya edirəm. Hələ bir dəfə azı prezentasiya eləməlidir, son imtahandan əlavə. Voilà. On valide son année. Hə, ili valide eləmək anlayışı var Fransada. Əgər bir illi keçdinsə, bir ili tamamladın, keçdin, ona deyirlər valide eləmək. O dili yəni təsdiqlədin, artıq keçdin. D'accord? Et on passe və keçirsən dans l'année supérieure. Bir yuxarı, supérieur yəni daha yuxarıda, daha yuxarı ilə keçirsən. Məsələn, universitetin birinci ilini oxudun, o ili valide elədin. Valide eləməyin şərtləri olur. Qiymətin neçə olmalıdır və s. Və keçsən ikinci ilə, supérieur, yəni daha yuxarı ilə keçirsən. Si əgər ona une moyenne générale, hə bu şərtidir. Əgər almısansa, une moyenne générale deyirlər buna, yəni orta balda, orta bal, supérieur à 10 sur 20. 20 üzərindən 10 bal və daha yuxarı almısansa. Orta balın əgər belədirsə. İndi orada şərtlər var falan, yəni fən, ortaq fənlər olur, paket fənlər olur falan. On redouble eləyirsən, yəni təkrar oxuyursan həmin ili valide eləməmiş sayılırsan. Si əgər ona moins de 10, ondan az balın varsa orta balın. Moyenne générale, ümumi orta bal. Après 3 années d'études, 3 illik təhsildən sonra on obtient, əldə eləyirsən, un premier diplôme, birinci diplomunu. La licence, buna deyilir lisans diplomu. Biz deyirik bakalavr diplomu, bunlar deyirlər lisans diplomu. Avec une mention dərəcə deməkdir, yəni o şeyin nəyə olur? Bir var məsələn, qiymət almışsan, tutaq ki 95. 95 nəyə uyğun gəlir? Məsələn, A, Azərbaycan sistemində A-ya uyğun gəlir, düzdür? O A-ya şey deyirlər. A nə deməkdir? Yəni əla, əla. O əlaya mention deyirlər. Əla, yaxşı, çox yaxşı falan filan. Une mention passable, yəni keçən bal. Passable yəni ki, bundan keçmək olar. Məsələn, 10 almışsansa bu passabledir. 11 də deyirsən passabledir, bilməm nəsə. Assez bien, kifayət qədər yaxşı. Assez bien, bien-dən az olur. Assez ümumiyyətlə qarşısına qoyulduğu adjektivin, adverbin mənasını azaldır. Yəni assez bien, bien-dən azdır. Assez bien neçə olar? Məsələn, deyək ki 10 kişi, nə bilim 13 falan bilməm. 14 ya. Bien, deyək ki 15, 16 və très bien. 16, 17, 18 bilməm. Bu alan çox adam olmur. Onsuz da Fransız sistemində biraz çətindir. Selon les résultats, nəticəyə əsasən. Hə, nəticən balın neçədirsə, yəni 12, 15, ona uyğun gələn mention hansıdırsa o. On peut ensuite, sonra nə etmək olar? Préparer un master, master hazırlaşmaq olar. En 2 ans, 2 il ərzində, yəni master dərəcəsinə o mənada. 2 il master oxuyursan, bu nəzərdir. Préparer deyəndə. Il existe mövcuddur des masterlər, recherche, research master bu aydındır. Des master professional master, yəni ki, sırf sənə peşəyə hazırlaşdırır. Pour obtenir son master, master əldə eləmək üçün on doit, yəni o dərəcəni, on doit valider des cours, dərsləri validə eləmək lazımdır, yəni hər fəndən keçmək lazımdır. Seminarları validə eləmək lazımdır. Rédiger un mémoire yazmaq, yəni diplom işi yazmaq. Rédiger yazmaq deməkdir. Memoarı izah edir burada. Un travail personnel, şəxsi, fərdi iş, yəni ki, özün tək yazsan da. Sur un sujet, bir mövzu haqqında, choisi, seçilmiş bir mövzu haqqında. Avec, kimlə bir yeri seçilmiş ya da kimlə bir yerdə iş. Avec le directeur de recherche, araşdırma rəhbəri, diplom rəhbəri ilə. Voilà. Après le masterdən sonra, on peut continuer
Davam edə bilərik. A faire. Continue feili özündən sonra başqa bir feil gələndə arada a istəyir. Faire de la recherche sözlə məşğul olmaq, yəni araşdırma ilə məşğul olmaq, elm araşdırma. On peut yox, on peut deyil. On prépare alors, beləliklə deyir, hazırlayırsan nə? Une thèse, bir tez, yəni doktora tezi. Un doctorat. Le mémoire, mémoire burada da var idi. Yani diplom işi, de thèse, mémoire de thèse, diplom işi comporte à la fin, özündə comporte yəni ki daşıyır da, içində, özündə ihtiva edir. À la fin, sonda, une bibliographie. Bu niyə yazıb ki? Yəni, diplom işinin axırında o ədəbiyyat siyahısı yazsana, istifadə olunmuş ədəbiyyat siyahısı, istinadlar falan. On deyir, bibliografi. Liste des ouvrages, kitabların siyahısı, yəni kitablar, başqa nəşrlər. Lu, oxunmuş, avec leur référence. Referanslarıyla bir yerdən səhifəsi, hansı il nəşri və s. Les étudiants, tələbələr peuvent passer un semestre à l'étranger. Tələbələr keçirə bilərlər bir semestri xaricdə. Buna deyilir Erasmus. Ouais, bunu. Ben Azərbaycanda Erasmus biz oxuyan vaxt yox idi. Apprendre le verbe apprendre. Apprendre feilini öyrənmək. L'étudiant, tələbə, en médecine, tibbdə oxuyan tələbə, tibb tələbəsi, apprend, öyrənir, son cours, dərsini. Apprendre quelque chose, yəni nəyisə öyrənmək. L'élève, şagird, apprend à lire. Özündən sonra feil gələndə arada a istəyir. À écrire, yazmağı. Apprendre à faire quelque chose, nəsə eləməyi öyrənmək. Deməli, nəyisə öyrənmək deyəndə sözünü lazım deyil. Amma feil gəlirsə arada a sözünü olmalıdır. Le prof de français, fransız dil müəllimi, apprend, öyrədir la grammaire, grammatikanı à ses étudiants étrangers, öz xarici tələbələrinə. Apprendre quelque chose à quelqu'un. Kiməsə, nəyisə öyrətmək. Le maître, yəni ibtidai sinif müəllimi, apprend, öyrədir à compter, p burada oxunmur, saymağı öz elev şagirdlərə. Yəni, apprendre à faire quelque chose à quelqu'un. Kiməsə nəyisə öyrətmək. Apprendre həm öyrənmək, həm öyrətmək. Les moments difficiles, çətin momentlər. En anglais, İngilis dilində, ce matin, bu səhər, j'ai été interrogé à l'oral. Bu dialoqdur. Mən deyir, oralda interrogé olundum, yəni ki, soru-sual olundum. Müəllim sual cavab elədi mənə. Tu as eu combien? Neçə aldın? Tu as eu, avoir feildə, bu passé composé-də. Neçə aldın? J'ai eu 14, 14 aldım, normal qiymət. J'avais appris le cours, mən öyrənmişdim, plus que parfait. Dərsi par cœur. Par cœur yəni əzbər, by heart ingilisində var bu ifadə. Connaître par cœur, məsələn, əzbər tanımaq, kimisə nəysə. Oui, j'avais tout mémorisé, hər şeyi yəni yadımda saxlamışdım. Et j'avais complété və tamamlamışdım le cours dərsi par une recherche internet. Bir internet araşdırması ilə deyir, dərsi tamamlamışdım, yəni ki, bütövləmişdim. Tu te sens prêt, hazır hissedirsən özünü pour le partiel. Partiel bəyək nə idi? Yəni o semestrin ortasında, dərs yarım ilinin ortasında verilən imtahan. De traduction de demain, sabahki tərcümə imtahanına, yəni partielinə hazır istəyirsən özünü. Pas vraiment, not really, yəni əslində yox, həqiqətən yox. Yəni əslində yox, belə deyək də. Həqiqi mənada yox, belə deyək. Mais, amma, j'espère compenser, kompensasiya eləməyə ümid edirəm. Ma not qiymətimi de traduction, tərcümədən alacağım qiyməti. Par celle burada not sözünə əvəz edib, təkrarlamaq üçün. Par la note de civilisation anglaise, İngilis dili, İngilis sivilizasiyası sından alacağım qiymətlə kompansiya eləməyi. Bu, belə başa düşürəm ki, unité d'enseignement anlayışı var fransız sistemində. Tədris vahidi, Azərbaycanda belə deyək. Yəni, bir tədris vahidinin içərisində 2 dənə, 3 dənə fənn olur. Burada çox güman ki, bu dərs
Bu üniteden, mesela anglais, üniteden sünniman adı anglais'dir. Anglaisin içerisinde bir neçə fən var. Tradiksiyon fənni var. Sivilizasyon anglaise fənni var. Birindən aldığın qiymətlə o birisindən aldığın qiymət bir-birinə təsir eləyir. Hə, toplanır falan baxırdı. Hə, ona görə deyir ki, buradan aşağı qiymət alsam belə hazır deyil çünki tradiksiyon imtahanına. Sivilizasyon anglaisdən yuxarı qiymət alıb bunu kompansə eləməyə düşünürəm. Yəni kompensasiya eləməyə düşünürəm. Belə bir şey var Fransız sistemində. Voilà. Məsələn, bizim oyunlar nəzəriyyəsi dərsi ilə informasiya iqtisadi dərsi bir paket idi. Ya da ekonometrika içərisində 3 ayrı ekonometrika fənni var idi. Hə, onların balı bir-birini yəni toplanırdı o toplanıb 3-ə bölünə bilər falan. Birindən keçmədən o birisindən keçdin. O ballar bir-birini kompensasiya edə bilər. Hə, j'espère donc réussir mon année. Mən deyir, uğurla keçməyi düşünürəm bu ili. Ümid edirəm daha doğrusu. Donc beləliklə, yəni ki, sağ belə bir şey. Voilà. İki feil varsa donc arasına girə bilir, görürsünüz. Çünki Fransız sistemində il baxırlar. Bax, il. Bu ili oxudum, bitirdim, okey, bu il getdi. O birisi il gəlir. O birisi il başqa yerdə oxuya bilərəm, Erasmus eləyə bilərəm, başqa universitetə keçə bilərəm, başqa şey oxuya bilərəm. Il baxırlar daha çox orada. Şeyin də üzərinə tələbə kartında üzərinə illik möhür vururlar ki, yəni bu ilindi. Gələnsən Allah bilir harda olacaqsan. Çünki bir illik təhsil haqqı ödəyirsən və bir il oranı tələbəsən. Gələn başqa yerdə də gedə bilərsən. Belə. Bizimkində 4 illik vurmuşlar. Yəni 4 il 100% buradasan da deyə də. Les élèves et les profs. Şagirdlər və müəllimlər. Léa bavarde en cours. Dərsdə bavarde edir, yəni söhbət edir. Elle est distraite. O distraitdir, yəni ki, fikri dağınıq tələbədir. Diqqətli deyil. Indiscipliné və disiplinsiz tələbədir. Elle discute, söhbət edir avec ses amis, dostları ilə. Alors que o zaman ki Jeremy alors ki o zaman ki deməyin həm də şeydir. Whereas da elə bil. Bu belə ikən bu da belədir. Ziddiyyəti göstərmək üçün. Jeremy est très concentré, çox konsantredir, yəni çox fokusludur, et très attentif və çox diqqətlidir. Attentifin əksi nədir? Distrait. Konsantrenin əksi değil bu hiçbiri. Sophie est vivante. Sophie vivante, yəni canlıdır. Dərsdə yəni canlıdır. Aktivdir. Elle lève la main. O əl qaldırır ya da le doigt barmaq qaldırır. Yəni ki müəllim mən deyim. Pour participer à l'oral. Şifahidə, yəni şifahi sual cavabda falan iştirak eləmək üçün. Alors que yine ziddiyyət while ya da whereas Christophe est effacé. Effacédir. Effacé silmək deməkdir. Silinib də sanki yəni ki yoxdur. Effacé, ouais, passifdir. Ouais. Marc est travailleur. Marc çalışkandır. Ce n'est pas comme Salomé. Bu Salomé kimi deyil. Kim ki tembeldir. Qui est très paresseuse. Luc est un excellent étudiant. Əla tələbədir. Un étudiant brillant. Brillant yəni ki brilliantdır. Əla. Parlaq. Doué istedadlı deməkdir. Qabiliyyətli. Désiré doué. Son frère, onun qardaşı, au contraire, əksinə, au contraire çox əla sözdür. Au contraire, əksinə, est un élève, bir şagirddir, peu doué, az istedadlı, mediocre, vasat, yəni ki, adi də standart, nə? Okay. Mediocre, şeydə, nə deyirlər buna? Mediocre, az öncə biz buna nə dedik? Yəni, standart da şey yox. Nə pis deyil, nə yaxşı deyil. Orta. Presque nul. Burada yox. Nul başqa şeydir. Nul odur ki, yəni ki, heç nədə, sıfır. Je suis nul deyirlər məsələn. Mən nuləm falan şeydə. Je suis nul en anglais məsələn. İngilisində nuləm. Mediocre nul demək deyil. Mediocre presque nul də. Yox, o demək deyil. Yox. Mediocre o demək ki, yəni məsələn imtahan versə 10 baldan 5-6 alar. Bildiniz Nul ama yox. Nul 2-3 alar. Mais il commence, ama o başlayır à, commencer fiil özündən sonra fiil gələn a istəyir, faire des progrès, inkişaf eləməyə başlayır. Car, çünki il s'est mis à travailler, o başlayıb işləməyə. Yəni qoyulub. Se mettre à özündən sonra fiil gələndə başlamaq, işə qoyulmaq deməkdir.
Il s'est mis au travail, o işə başlayıb işləməyə də, yəni ki, zəhmət çəkməyə, travail olmayanda, yəni dərs oxumağa da travail edirlər. Il a arrêté de sécher les cours. O dayandırıb nə etməyi? Dərsləri qırmağı, yəni ki, dərs sécher eləməyi, dərslərə getməməyi. Être absent sans raison, səbəbsiz dərs buraxmaq deməkdir. Le professeur peut être le professeur peut être sévère ola bilər, yəni severe, yəni sərt. Autoritaire, avtoritetli ola bilər. Strict, ciddi ola bilər. Ya da ola bilər dekontrakte, biraz dekontrakte müəllim, yəni ki müəllim də biraz rəsmi olmayan, yəni paltara da məsələn dekontrakte deyirlər. Müəllim, bir var belə özünə çox rəsmi, formal aparan müəllim, bir də var ki dekontrakte. Sempatik müəllim, nice müəllim. Exigeant, tələbkar deməkdir. Bunun əksi peu exigeant. Fransızın gözəlliyi ondadır ki, adjektifin qabağına peu qoyursan. Ce qui fait l'enseignant. L'enseignant nə eləyir? Yəni tədrisçi nə eləyir? Enseigner une matière. Bir fənni enseigner eləmək, tədris eləmək. Avoir cours, onun dərsi ola bilər. Faire un cours, bir dərs vermək. Donner un cours, dərs vermək, eyni şeydir. Donner du travail, tapşırıq vermək. Des devoirs, tapşırıq vermək. Préparer ses cours, dərslərini hazırlamaq, yəni dərs materiallarını filan. Corriger les copies, kopiləri, yəni uşaqların, şagirdlərin, tələbələrin kopilərini, yəni ki, işlərini də yoxlamaq, yazılı işlərini yoxlamaq. Mettre des notes, qiymət qoymaq, noter, eyni feil. Ce que fait l'élève, l'élève nə eləyir? Ce que fait l'élève, l'étudiant, yəni. Étudier, oxumaq, dərs oxumaq, apprendre, öyrənmək. Avoir cours, dərs olmaq, yəni dərs, müəllimlə dərs olub, şagirdində. Prendre un cours, suivre un cours, dərs almaq, hansı dərsi götürmək, hansı dərsi izləmək. Avoir des devoirs à faire, eləməyə tapşırığı olmaq. Faire, c'est devoir, tapşırıqlarını eləmək. Réviser, təkrar eləmək. Revoir, təzədən baxmaq. Varı biz baxmaq deyirik, görmək. Həm də baxmaq kimi də, bizim baxmaq dediyimiz bəzi şeylərə bunlar görmək deyirlər. İngiliscədə də var, məsələn, to see a film deyirlər, məsələn, bir filmə baxmaq, film görmək, nə deməkdir? Apprendre, c'est leçon, dərslərini öyrənmək. Avoir une note, qiyməti olmaq, yəni qiymət almaq. Mauvaise note, pis qiymət almaq. Voilà. Ümid edirəm hər şey aydındır. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Merci.